Salam aleykum uşaqlar, hər kəsə. Bugün yeni bir video ilə qarşınızdayım. Bugün TikTokda bildiyiniz kimi YouTuber Zevsin videolarını izləyəcəyəm. TikTokda yaxşı videolar paylaşır deyirlər TikTokda. Yəni paylaşım edirlər, onun adından çoxdur. Fenomenləri çoxdur onun, fanları çoxdur. Onun adından paylaşırlar. Baxaq da bir necə videolardır. Uşaqlar, ilk növbədə xahiş edirəm sizdən 500 abunə eləyək bizim kanalı. İnşallah biz də böyük bir blogger olarıq. İnşallah. Bir dənə kanala abunə olun, videoya like atmağı unutmayın. Hal-hazırda 206 abunəcim var. Bir dənə siz abunə olsanız, tez bir zamanda 500 abunəyə doğru gedək. Bir dənə 500 abunə olaq, sonra 1000 abunə olaq. Qalanını Allah bilən məsləhətdir. Görək axırı necə olacaq. Keçdik videolara. A few moments later. Sonra da durub bəziləri mənə belə kommentlərdə öyrədir ki, nə bilim, kişi bunu eləməz, kişi onu eləməz. Sən mən kişiliyi öyrədəsən ha. Mən elədiyim nə edib sən ha sən deyirəm ki, mən belə əsəblənib bu kamera yenə Johnny Mırt da özüm əlim. Bir də onu deyim, çox insan məni imkanlı bir bloger kimi tanıyır. Yəni milyoner falan belə qələmə verirlər. Amma elə deyil, üzürlüsən. Bunu gülmə məqsədi ilə çəkdik. Sən başa düşər. Hayfı da gəlmir dollar Zevsin. Şimdi çoxuna maraqlı gəlir ki, yaxşı Zev, sən harada qalırsan? Orada milyonerlər qalır. Nə bilim, burada oliqarxlar qalır. Yəni sən harada qalırsan? Belə, yəni pis çıxmasın dostlar. Elə göstərdiyim, yəni burada mən qalıram. Zevsin evidir. Azərbaycanın ən iyrənc yemələri falan belə şeylə çəkmirik. Başqa blogerlər kimi, nə bilim, ilan yedik, qurbağa yedik. Bu günləri bildiyimiz pox yiyəcəyik. Kanalında var Zevsin, əməlli başlı, yəni dadına baxırlar da Johnny-nə. Keçdik, bu nədir? Yəni, buna baxmışam. Uşaqlar, bu Türkiyədədir. Türkiyədə çəkib bu videonu. Kanalında var. Türkiyəli dondurma satan bu hərəkəti gördü. Dedi ki, əsl bu Zevs Azərbaycanlıdır, onu hiss elədi. Qəşəng fırladır amma. Bu nədir? bu sənə etdiyin bütün yaxşı əməllərdə olur. Başa düşürsən? Bunlar niyə boşda? Zibili çıxdı özümə. Amma nə bilim, yəni gün gələcək ki, mən belimdən yəni belə bıçaqla vuracam. Özdə ən pis momentimdə mən həyatda. Bu Rövşənin qabağına mənim mamam çörək qoyub. Ona görə həyatda ehtiyatlı olun, heç kimə güvənməyin. Halal eləyin, başqa deyişdir. Belədir ki, demirsiniz haramdır. Onda haram eləyin. Bu da Zevsin son videosunda paylaşdı. Yəni son video paylaşmışdı, deyil. Yəni bacardınız. Nasılsın başkan? Bahsetmem aşktan. Amsterdam değil, Antalya Kaş'tan. Mikrofonumun kalbi harbi taştan. Şamil uymak ve çalkaş. İnşallah tezliklə bizim də abunəmiz qalxar. Biz də yəni bloggerlərini tanımış biri olarıq. Allah qoysa, Allah böyüdür. Yəni məqsədimə çatacağam. Davamlı olaraq videolar gələcək. Bu da ki, əlbəttə ki, bu məndən asılı deyil. Bu sizin əlinizdədir. İstəsəz abunə olarsınız və tez zamanda kanalımız qalxar. Keçək o videoya. Zevs qaqalarla işin yoxdur, qabağında məni görərsən. Günel Qaqanski, nə? Diqqətli ol. Günel. Ay Günel. Bir smooth deyəcəm elə. İndi istəsə belə bir şans verədik ki, uşaqları sevindirək. Nə də olsa uşaqdılar. Bayaqdan biri ağlayır, biri nə yapsın şalvarına baxışım. Bu kanalda var penaltı videosu deyəsən, penaltı vururlar. Yəni ki, burada uşaqlar
Rusdur. Bu uşaqlar Rusiyalıdır. Görürsünüz, saçları sarıdır çoxunun. Rus uşaqlardır. Zevis də orada penaltı yarışı keçirir deyəsən pulla. Başa düşmürlər dediyini, donub baxırlar kameraya. Azərbaycanca deyir Zevis burada. Baxın. İndi istosa belə bir şans verədi ki, uşaqları sevindirək. Nə bilsə uşaqdılar. Bayaqdan biri ağlayır, biri nə yapsın, sıçır şalvarına baxışım. Uşaqlar başa düşmürlər. Johnny ilə Zevis. Mən səni təbrik edirəm Zeus. 1 milyon abunə münasibətinlə gəlmişəm bura səni təbrik eləməyə. Sağ ol. Allah sənin belini versin. Arı kimi gülün şiresinə qonmuşam. Johnny paxıllıq eləyir. Oyan oğul. Ya havlə və la quvvətə niyə belə səhvli getdi? Estağfurullah. Bu nədir belə? Bu tort. Belə tort olur ana. Sən tort yardan kəsmiş. Yo boy yağı var orada. Dedim gətirin də üfür az danışsan əsəbilən pozsa. Deməli. Arzumdan. Mən bilmirəm bunu. Da zaman gözləyir axı. Arı kimi gülün şiresinə qonmuşam. Bu video tarakan yedik videosudur. Baxmışam buna. Baxmaqla olmuş gərək bir dilliyəsən. Görsün qızım. Tamam gözləməsin. Bunu qəşəng çəkiblər. Gəlib Zevis kanalında baxa bilərsiniz. Burada yuxarıda pul getməlidir. 5000-dən aşağı mümkün deyil. Doları mana. Arı kimi gülün şiresinə qonmuşam. Şeybağın Fərid Abdullayev, Zevis'in qardaşı. Halal işlə məşğul olan. Nə? Halal. Halal işlə məşğul olan. Fərid Abdullayev. Hansı halal işlə məşğulsan? Neyse uşaqlar, videomuz bu qədər. Sizdən istəyim, kanalımıza abunə olub, videoya like atmağınızı istəyirəm. Yəni istəyim odur. İnşallah bu videodan sonra 500 abunə olarıq. İnşallah Allah böyüdür. Yəni ki, məqsədimiz var. İnşallah məqsədimizə çatarıq. Yəni arzularımız var. Belə deyim. Bir də altda abunə ola basırsınız. Tez bir zamanda 1K oluruq. Heç olmasa 1K olmasaq da 500 abunə eləməliyik bu videodan sonra. Öpürəm hər birinizi. Sağ olun.